Şeytan heç vaxt istəmir ki, ata, ana, həyat yoldaşı, övladla mehriban olasın. Şeytan o mənzərədən xoşu gəlmir. Şeytanın xoşu gəldiyi mənzərə övladın ata-ana ilə danışmamasıdır. Şeytanın sevdiyi mənzərə həyat yoldaşına əziyyət verməkdir. Nə qədər insanların qəlbini sındırmışam. Nə qədər insanlara sözlə yara vurmuşam. Ailəmdə həyat yoldaşımı incitmişəm, övladımı incitmişəm, atamı, anamı axtarmamışam. Dünyadadırlarsa ziyarət etməmişəm, dünyadan köçübsə qəbrinə getməmişəm. Nə qədər haqlar yemişəm. Bugünkü cümə xütbəmiz birlik, vəhdət haqqında olacaq və bizim məscidin cəmaatı bilir ki, biz hər ilin son cüməsində hesabat haqqında xütbə edirik. İnşallah sonda o haqda da toxunacaq. İslam dini insanları təkcə Allaha bağlamaq yox, insanları bir-birinə bağlamaq üçün var. İnsanlar arasında bir vəhdət, birlik yaratmaq üçün var. Çünki bizdə bir hədis var, deyir, vəhdət, birlik olmayan yerdə mərhəmət ölür. Orada heç bir mərhəmət olmaz. Birlik və vəhdət insanların bir-birinə maddi və mənəvi dəstək olmalarıdır. Dəstək olmasıdır. Həm maddi, həm mənəvi. Bizlər zaten bunu edirik. Hər birimiz müəyyən vaxtlarda. Görürsən qohuma, qonşuya, dosta, tanışa, ailə üzvlərimizdə. Görürsən bir maddi, mənəvi sıxıntısı olanda yanlarında oluruq. Və yaxud görürsən qonşu xəstələnir, gedib onu ziyarət edirsən. Dost xəstələnir, gedib onu ziyarət edirsən. Və yaxud bir çətinliyi var, aradan qaldırırsan. Və yaxud qonşuda biri dünyasını dəyişir, gedirsən dərdinə, qəminə şərik olursan. Bunları eləyirik biz. Və bunu elədikcə də Allahın əmrini yerinə yetirmiş olduq. Allah Teala Quran-ı Kərimdə buyurur bunu bizə. Ali İmran surəsinin 103-cü ayəsidir. Deyir, hamılıqla Allahın ipinə, yəni dininə və Quranına möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın. Allahın sizə verdiyi nemətləri xatırlayın ki, siz bir-birinizə düşmən ikən, o sizin qəlblərinizi İslamla birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Gözəl ayədir. Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Sözün əvvəlində nə dedik? Qohumda bir sıxıntı olur, maddi, mənəvi dəstək oluruq. Maddi kömək edir, ya. O neməti verən bizə Allahdır da. O nemət vasitəsilə ona kömək olursan, arada mehribançılıq yaranır, birlik, vəhdət yaranır. Deyir, sonra siz bir-birinizə düşmən ikən, deyir, o sizin qəlblərinizi, Allah sizin qəlblərinizi, deyir, İslamla birləşdirdi. Demək ki, biz bunu qarışdırırdıq, bu ayə bizi açıqladı. Möminlərin gücü sayın çoxluğunda deyil, qəlblərin birliyindədir. Möminlərin qəlbi bir-birinə bağlı olsa, onlar o zaman güclü olacaqlar. Baxın Həzrəti Peyğəmbərin hadisinə. Deyir, möminlər bir bədən kimidirlər. Bədənin bir üzvü ağrasa, bütün bədən bu ağrıya şərik olur. İnsan bədən üzvünün bir hissəsi ağrıyanda, hamısı ona şərikdir də, hə? Yəni, mömin başqasının dərdinə laqeyd qala bilməz. Əgər qalsa, o mömin deyil. Peyğəmbərin hədisidir. Məsələn, mənim qardaşımın dərdi var, sıxıntısı var, dərd çəkir, mən də oturub gülürəm. Məndə möminlikdən əsər əlamət yoxdur. Məsələn, bacım çətinlik içində yaşayır, sıxıntı içində yaşayır, mən də buna fikir vermirəm. Öz firavan həyatımı yaşayıram. Ona kömək eləmirəm. Məndə möminlikdən əsər əlamət yoxdur. Məndə heç iman belə yoxdur. Deməyək ki, qəlbim qardaşdan inciyib. Qəlbim bacıdan inciyib. Ona görə də gedib dərdinə şərik olmuram. Bunu demək olmaz, çünki hədis var. Deyir, ən güclü insan bilirsiniz kimdir? Ən güclü insan öz kinini udandır.
ən güclü insan kin saxlamayandır. İnsanları bağışlayandır. Onların etdiyi əzab, əziyyətə səbr edəndir. Və ən əsas, ən güclü insan odur ki, Allaha xatir bağışlayandır. Deyirsən, ha, bacı qardaş məni incidib. Ona görə də onların dərdi mənə maraqlı deyil. Hədis deyir ki, Allaha xatir, o səni incidir. Sən Allaha xatir səbr elə bağışla. Bir ol. Onların yanında ol ki, əsl mömin olasan. Möminliyi təkcə ibadətdə görməyək, ha. Namazda, orucda görməyək. Bu məsələlərə fikir vermək lazımdır. Bu məsələ yoxdursa, bacıya, qardaşın dərdinə şərik deyilsənsə, mömin ola bilmərsən. Namazla, orucla mömin ola bilmərsən tək. Çünki deyir, şeytanın ən çox sevdiyi şey parçalamaqdır. Şeytan heç vaxt istəmir ki, bizlər bir yerdə səcdədə olaq. Bu mənzərəni görmək istəmir şeytan. Düşməndir bu mənzərəyə. Şeytan heç vaxt istəmir ki, ata, ana, həyat yoldaşı, övladla mehriban olasın. Şeytan o mənzərədən xoşu gəlmir. Şeytanın xoşu gəldiyi mənzərə övladın ata-ana ilə danışmamasıdır. Şeytanın sevdiyi mənzərə həyat yoldaşına əziyyət verməkdir. Şeytanın ən çox sevdiyi mənzərə övlada əzab əziyyət verməkdir. Ailəni dağıtmaqdır, ata-anadan uzaq yaşamaqdır. Şeytan belə mənzərələri sevir. Amma Allahın sevdiyi bu saydıqlarının hamısının bir yerdə olmağıdır. Allahın tələbi budur. Ata, ana, həyat yoldaşı, övlad hamı mehriban olsun. Bir-birinin yanında olsun. Və deyir, belə bir ailəyə Allahın rəhmət nəzəri tezənir. Allahın rəhməti o ailənin üzərində olur. İlin son cüməsində hər il olduğu kimi özümüzə hesabat verəkdən. Həzrət Peyğəmbərdən hədis var. Deyir, qiyamətin günündə sizi hesaba çəkməmişdən qabaq, sizlər özünüzü hesaba çəkin. Həzrət Əli əleyhissalam Bəsrə bazarına girir. Görür ki, insanlar qızğın alış-verişlə məşğuldurlar. Hər öz işindədir. Hamısı düşüb dünya malının dalınca. Biri satmaq istəyir, pul qazanmaq istəyir, biri almaq istəyir, öz dünyasını zinətləndirmək istəyir, bəzəmək istəyir. Həzrət Əli əleyhissalam baxır bu mənzərəyə, deyir, gözləri dolur, çox kövrəlir, başlayır ağlamağa, buyurur. Deyir, ey bu dünyanın bəndələri, ey maddiyyata bağlanmış fəhlələr. Həzrət Əli buyurur, siz gündüz and içməklə məşğulsuz, gecələr isə çox rahat şəkildə öz yatağınızda yatırsınız. Gündüzlə gecə arasında axirətdən qafilsiz. Bəs gələcək üçün deyir, nə zaman azuqə toplayacaqsınız? Nə zaman siz qiyaməti xatırlayacaqsınız? Nə zaman düşünəcəksiniz ki, biz bu dünyadan köçəcəyik? Axirətimiz üçün nələr etmişik? Dünya deyir, sizi özünə bağlayıb. Baxın, bir il keçdi. Artıq ilin sonundayıq da. Tanıdığımız nə qədər insanlar torpaq altındadır. Nə qədər insanları dəfn etdik, getdik, iştirak elədik. Yaxınlarımız idi, əzizlərimiz idi, dostlarımız idi, məscid əhli idi, məscid cəmaatı idi. Bizlə birlikdə namaz qılırdılar. Bir anlıq bir dayanıb özümüzə sual verək də. Bu il bitirir. Bir il ərzində mən nə işlər gördüm? Nə qədər insanların qəlbini sındırmışam? Nə qədər insanlara sözlə yara vurmuşam? Ailəmdə həyat yoldaşımı incitmişəm, övladımı incitmişəm, atamı, anamı axtarmamışam. Dünyadadırlarsa ziyarət etməmişəm, dünyadan köçübsə qəbrinə getməmişəm. Nə qədər haqlar yemişəm, nə qədər insanların haqqına girdim. Öz nəfsim üzündən. Nəfsimi haqlı çıxartmaq üçün, özümü haqlı çıxartmaq üçün nə qədər haqlar yedim? Nə özümüzə sual verələ? Nə qədər qəlblər qırdım? Bilirsiniz də, insanın qəlbi Kəbə evindən də hörmətlidir. İnsanın qəlbi Kəbə evindən hörmətlidir. Amma biz öz xeyrimizə biraz əsəbləşən kimi bunu unuduruq. Nəfs bizə bu hədisi unutdurur. Deyir, unut bunu. Elə bir şey yoxdur.
Git hərəkət belə, insanları incit, insanları narahat elə. Bir dənə özümüzü haqlı göstərəcək deyə nə qədər haqlar yemişik. Bu bir il ərzindən danışıram hələ. Nə qədər haqlar yedik, haqsızlıqlar elədik, nə qədər insanları incitdik. Həzrəti Peyğəmbərin hədisi var. Deyir, əsl müsəlman o şəxsdir ki, insanlar onun əlindən və dilindən amanda qalsınlar. İnsanlar onu görəndə qaçmasınlar. Desinlər, nə gözəl insan gəlir. Gəlsin bir onunla dərdləşim, söhbət edeyim. Onu görəndə xoşhal olsunlar. Yoxsa gəlir qoy qaçın. Gəlib indi dil yarası vuracaq. Gəlib məni incidəcək, gəlib məni bezdirəcək, gəlib məni narahat eləyəcək. Elə insanlardan olmayaq. O möminlik əlaməti deyil. Möminliyin əlaməti odur ki, bizi görəndə sevinsinlər. Desinlər, Allahım sənə çoxlu şükür olsun, filan kəs gəlir. Bir onunla dərdləşəcəm. Bir dərdimi danışacağam. Könlüm də şad olacaq. Bu insanlardan olmaq lazımdır. Bir gün bizlər də bu torpağın altına gedəcəyik də. O gündən bizim üçün də var. Orada deməyəcək, mən haqlıydım, mən qalib gəldim. Belə şey yoxdur. Orada bizə sual verəcəklər. Qəlbi qırmısan, yoxsa düzəltmirsən? Hansını eləmirsən? Bu sual veriləcək bizə. Orada sənin ehtiyacın da yoxdur. Deyəsən, mən qalib gəlmişdim. Haqqına girsən belə qalib gəlmişdim. Mən haqlıydım. Vallahi billahi o sözü deməyə fürsət belə yoxdur. Orada ancaq bizə sual verirlər. Sual bizə olacaq. Haqqa girdin, haqq yedin, qəlb qırdın, yoxsa yaxşılıq elədin. İnsanları sevindirdin, qəlbləri düzəltdin, hansını eləmirsən? Gəlin də orada cavab ver. O çətin anda ora. Qəlb qırmısansa, vallahi, billahi, bu dünyada halallıq almadan köçsən, ahirətin çox çətindir. Amma xoş hal və qəlb sevindirmisənsə, inanın bu sözümü tam səmimiyyətlə deyirəm. Qəlb sevindirmisənsə, ahirətin gündə o sevindirdiyin qəlb var ha, sənin günahlarının bağışlanmasına səbəb olacaq. Vallahi billahi. Bütün hədislər, ayələr bizə bunu deyir ha. Ona görə işimiz, gücümüz qəlb sevindirmək olsun. Allaha dua elə ki, Allahım, kimləri ki incitmişik, dillə yara vurmuşuq, haqlarına girmişik, günahlar etmişik, inin sonudur, ya Rəbbim, bağışla bizi. Da bir də o səhvlərə qayıtmayaq. Gözəl günlərdə qarşıdan bayram günləri gəlir. Rəcəb aydı, mübarək aydı, şərafətli aydı. Kimə qarşı kim bəsləyir ya, gedək onları bağışlayaq. Kimləri incitmişik ya, haqqına girmişik, gedək halallıq alaq. Valideynlərimizi axtaraq, ziyarət eləyək. Halını soruşmadığımız nə qədər insanlar var, gedək onları ziyarət elə. Nə qədər kimsəsizlər var, gözləri yoldadır. Heç kimləri yoxdur da. Bizlər gedək onları ziyarət eləyək, onları sevindirək. And ola bizi yaradana, insana qalan bu gözəl əməllər olacaq. Ahirət üçün azuqədir ha, hədis. Bu azuqə bu deyə, bu gözəl əməllərdir.